Salam uşaqlar, bugünkü dərsimiz sənayenin digər sahələri, nəqliyyat, rabitə və ticarətlə bağlıdır. Dünya mədən sənayesi 19-cu əsrin ortalarında kapitalist münasibətləri Azərbaycan meteorologiya sahəsinə daxil idi. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda əvvəl meteorologiya sahəsinin inkişafı əsasən Rus kapitalistlərinə əsaslanırdı və 19-cu əsrin ortalarında, yəni 1855-ci yerli sahibkarlar Gədəbəydə misəritmə zavodu inşa etmişdi. Sonralar Almaniyanın Siemens qardaşları şirkəti bu zavodu satın almışdı. 19-cu əsrdə əsasən mis çıxarılması və istehsalı əsasən Alman kapitalistlərinə əsaslanan Siemens qardaşları şirkətinin əlində idi və Siemens qardaşları şirkəti Azərbaycan aşağıdakı müəssisələri inşa etdirmişdi. 1865-ci ildə Gədəbəydə misəritmə zavodu həmin dövrdə Rusiyanın ən böyük misəritmə müəssisəsi idi və zavod Almaniyadan gətirilən avadanlıqlarla təchiz olunmuşdu. Yenə 1865-ci ildə Daşkəsəndə Kobalt zavodu və 1883-cü ildə Qalakənddə mis əritmə, mis saflaşdırma zavodu Rusiyada misi saflaşdıran ilk müəssisə idi. Yüngül və yeyinti sənayesi sahələrində yüngül yeyinti sənayesi müəssisələri yerli xam mal əsasında inkişaf edildi. Yüngül sənayenin əsas sahələrindən biri də ipək emalıdır. Cənubi Qafqazda ipək emalı sahəsinin başlıca mərkəzi Şəki, yəni Nuxa idi. 1861-ci ildə Şəkidə böyük ipək fabriki açıldı. İndi fabrika haqqında məlumat verək. Moskvanın, yəni əsasən də Rus kapitalistlərin tərəfindən açılmışdı. İpəkçilik sahəsində Avropanın ən böyük ipək sərma müəssisəsidir. Buxar mühərrikləri ilə təchiz edilmişdi və fabrikin işçilərinin çoxu qadınlardan ibarət idi. Burada bir oxşarlıq var. Rus kapitalistlər tərəfindən inşa edilən Suraxandakı neft emalı zavodu, yəni 1859 Ağ neft. Şəki ipək fabriki 1861. Bunlar Rus kapitalistlər tərəfindən açıldığı üçün oxşarlıq təşkil edir. 19-cu əsrin ikinci yarısında Azərbaycan sahibkarları daha çox yüngül və yeyinti sənayesində kapital qoymağa üstünlük verirdilər və bu da əsasən şimali-qərb, yəni Şəki-Zaqatala və cənubi-qərb Qarabağ və Naxçıvan ərazisində yayılmışdı. Burada ipək emalı sahəsində kapitalistlər sənayesinin istehsalı daha erkən başlamışdı. Sahibkar Qasım bəy Babayevin Şəkidə açdığı fabrik istehsal olunan ipək hətta müəyyən bir sahələrdə qızıl medala da layiq görülmüşdü. 1880 və 1890-cı ildə Şuşa, Cəbrayıl, Naxçıvanda Azərbaycan sahibkarları məxsus ipək emalı müəssisələri də açılmışdı. Şimali Azərbaycanda ilk pambıq təmizləmə zavodu bir də Naxçıvanda 1882-ci ildə fəaliyyətə başladı. 19-cu əsrin sonunda pambıq təmizləmə müəssisələrinin çoxu Bakı və Yelizavetpol quberniyalarında açılmışdı. Yerli xam mal əsaslanan ilk tütün tənbəki fabriki Şəkidə açılmışdı. Ən iri tütün fabriki isə Bakı və Yelizavetpol quberniyasında açılmışdı. 1870-ci ildə əsasən də Yelizavetpol quberniyasında şərab istehsalı məşğul olan iri kapitalist müəssisələr də yaradılmışdı. 19-cu əsrin sonunda Bakıda un üyütmə və çəlki təmizləmə sahəsində iri kapitalist müəssisələr də inşa edildi. Balıqçılıq sənayesində isə Azərbaycanlı sahibkarlar üstünlüyü təşkil edirdi, 70%-ni təşkil edirlər və 1880-ci ildəki iltizam sisteminin ləğvi balıqçılıq sənayesində sənayenin inkişafına mühüm töhfələr verdi və kapital qoyuşu daha da artdı. İndi nəqliyyat və rabitə ticarət hissəsinə baxaq. 19-cu əsrin son rübündə Azərbaycanda nefti əsasən Xəzər dənizində tankerlər vasitəsilə daşıyırlar. Bu da bütün dəniz donanmasının daşıdığı yüklərin yarıya qədərini Xəzər dəniz donanmasının payına düşdüyünü göstərirdi. İndi 19-cu əsrin ikinci yarısında nəqliyyat sahəsindəki yeniliklərə baxaq. 1883-cü ildə Bakıda dəmir yolları vağzalı binası tikildi. 1883-cü ildə Bakı-Tiflis dəmir yolu inşa edildi. Nəticədə Bakı-Tiflis-Batum dəmir yolu və Qara dəniz sahilə qədər birləşdi dəmir yolu. 1883-cü ildən sonra 1900-cü ildə Biləcəri, Dərbənd, Petrovsk, yəni Maxçala dəmir yolu çəkildi. Nəticədə Cənubi Qafqaz dəmir yolu Ümumi Rusiya dəmir yoluna birləşdirildi. İndi rabitə sahəsinə baxaq. 19-cu əsrin ikinci yarısında 1864 və 1868-ci ildə Tiflis, İrəvan, Naxçıvan, Gəncə, Bakı teleqraf xətti çəkildi. 1864 və 1881-ci illərdə isə Xəzər dənizinin dibi ilə Bakı Krasnovodsk teleqraf kabeli çəkildi. 1886-cı ildə isə Bakıda ilk məsələşimiz telefon stansiyası işə salındı. 1887-ci ildə Bakıda ilk dəfə yarmarka təşkil olundu. 19-cu əsrin sonlarında Cənubi Qafqazda ilk dəfə birja fəaliyyətə, yəni Bakıda birja fəaliyyətə başladı. Sənayenin kapital hissəsinin inkişafına azad kapitala pul tələbatı artırmış oldu. Bunun nəticəsində də biz görəcəyik ki, şəhərdə xüsusən də Bakıda bank kredit müəssisələrinin sayı çoxaldı və 19-cu əsrin sonunda Qafqaz Merkur cəmiyyətinin tikilməsi, yəni stansiyasının tikilməsi Bakı ixtisaslaşdırmasına, bu sahədə ixtisaslaşmasına böyük töhfə verdi. Ticarət kapitalının təmərküzləşməsi Bakıda da bu sahədə iri inhisarlar yaratdı və 1897-ci ildə Şimali Azərbaycanda əhalisi sayına görə ən böyük şəhər Bakı, ikinci ən böyük şəhər isə Gəncə şəhəri idi. Birja nə idi? Əmtəələrin xam malın, qiymətli kağızların satışı ilə məşğul olan vasitələrin fəaliyyətini göstərən ticarət və toptan satış bazarı idi. 19-cu əsrin sonunda Bakı neft mədənlərində çalışan fəhlələrin iş həcmi və vəsaitin formasına əmək haqqı alırdılar. Aylıq əmək haqqı formasına daha geniş yayılmışdı. Bu dövrdə əmək haqqı sistemində fəhlələrin milli mənsubiyyəti və peşəkarlığı da əsas nəzərə alınırdı. Azınlıqlar daha çox ağır işlərə cəlb olunur və nisbətən az maaş alırlar. Ən az maaş alanlar isə az ixtisaslaşdırılmış fəhlələr, xüsusən də Cənubi Azərbaycandan gələnlər idi. Bu dövrdə fəhlələrin əmək haqqı Ümumi Rusiya imperiyasının digər bölgələrə nisbətən daha aşağı idi. İndi Hacı Zeynalabdin Tağıyevin fəaliyyətlərinə baxaq. 1873-cü ildə aldığı Bibeybət neft mədənlərini 1897-də 5 milyon rubla İngilis kapitalistlərinə satdı.
Bu məsələnin əsasında formalaşan Olimp şirkətinin 1 milyonluq rubl səhmin hissəsini isə öz əlində saxlamışdı. Və 1897-ci ildə lilli mədən emal edən Qafqaz Səhmdar Cəmiyyəti yaratdı. 1900-də Bakıda Əhməddə ilk toxuculuq fabrikası və fabriklər Azərbaycan iqtisadiyyatının bir sahəsində Rusiyanın inhisarçı mövqeyini sarsmış oldu. Bu Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran və onu sındıran ilk sənayesi hesab olunur. Hacı Zeynuddin Tağıyevin toxuculuq fabrikinə baxaq. Şimali Azərbaycanda hazır məhsul istehsalatının ilk böyük müəssisə idi. Xüsusi layihə əsasında memar Qaslovskinin tərəfindən vahid istehsal yaşayış kompleksi kimi inşa olunmuşdu. Bu müəssisədə fəhlələr pulsuz evlə təmin edilir. Bundan əlavə fəhlələr üçün pulsuz xəstəxana, məktəb, elektrik stansiyasında fəaliyyət göstərilirdi. İndi Hacı Zeynuddin Tağıyevin xeyriyyəçilik tədbirlərinə baxaq. Teatr binası tikdirilmişdi 1883-də və 3 qız məktəbinin inşasına başlamışdı 1900-cü ildə və bu inşa 1901-ci ildə başa çatmış və ilk qızlar məktəbi açılmışdı. Mərdəkanda yoxsul uşaqlar üçün internat məktəbi tikdirilmişdi. Gənclərin xaricdə təhsil üçün müəyyən vəsaitlər ayrılmışdı və Bakı ilk içməli su kəmərini çəkdirmişdi. 1917-ci ildə Şollar suyunu çəkdirmişdi. Bundan əlavə burada nə var? Səhim var. Səhim nə deməkdir? Qiymətli kağız sahibinin şirkətin kapitalının bir hissəsinə malik olduğunu təsdiq edən bir sənəd idi. Dərsimiz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Oldu sizə uğurlar arzulayıram.